Salam, xoş gördük, hörmətli tamaşaçılar. Polis Azərbaycan dövlətinə, müstəqilliyinə, dövlətçiliyinə xidmət edir. Azərbaycan polisi xalqının övladıdır. Bugünkü verilişimizin mövzusu yol hərəkətinin təhlükəsizliyinin təmin olunması dövlətin ən vacib məsələləri haqqında olacaqdır. İlk öncədən qonaqlarımızı sizlərə təqdim etmək istərdim. Hüquqşünas, millət vəkili Çingiz Qənizadə. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Baş Dövlət Yol Polis İdarəsinin, Yol Patrul Xidmətinin şöbəsinin rəisi Kamran Əliyev. Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mayıs Ağayev. Azərbaycan Mədəniyyət İncəsənət Universitetinin pedaqoqu, xalqın sevimlisi Hüseyn Bakılı. Xoş gəlmişsiniz. Sözü verək musiqiyə, sonra keçək bugünkü aktual mövzumuza. Hörmətli Hüseyn Bakılı, bu ifa edəcəyiniz mahnı nə olacaqdır? Bilirsiniz, mən söz deyim, əvvəla salamlayıram mən də. Çox sağ ol deyirəm verilişimizə dəvət edildiyinizə görə. Və bir qeyd edeyim ki, payız gələndə adətən mənim bir mahnım yada düşür həmişə. Çox var müraciət edirlər, payız gəldi mahnısının ilk ifaçısı kimi. Yəni, Bağlı Qapı kinofilmində oxuduğum bir mahnıdır. O ilə əlaqədar müraciət edirlər. Mən də çox istəyərdim ki, elə tamaşaçılarımızı elə payız gəldi mahnısı ilə salamlayayım. Buyurun, buyurun. Tamaşaçılar üçün də xoş olar. Gözlərim hər axşam axtarır səni, ürəyim yollardan qayıtmır evə, sənsiz dalğalarda tanımır məni, neyləyim ürəyim heç yatmır evə, payız gəldi, uçdu getdi quşlar, sən də getdin, bax yağdı yağışlar. Payız gəldi, uçdu getdi quşlar, sən də getdin, bax yağdı yağışlar. Payız gəldi, qərib oldu dəniz, bu dənizin gözü yaşlı sənsiz, bu dənizin gözü yaşlı sənsiz. Küçələr döngələr izindən qalır, yarpaq pıçıltısı sənin səsindir, İşıqlar zil qara gözündən qalır, bu şirin xatirə mənim bəsimdir. Payız gəldi, uçdu getdi quşlar, sən də getdin, bax yağdı yağışlar. Payız gəldi, uçdu getdi quşlar, sən də getdin, bax yağdı yağışlar. Payız gəldi, qərib oldu dəniz, bu dənizin gözü yaşlı sənsiz, bu dənizin gözü yaşlı sənsiz. Özümü aldadıb hər axşam səhər, elə bu havanı oxuyuram mən. Vallah səndən ötürü çox darıxmışam, başqa nə gəlir ki, axı əlimdən. Payız gəldi, uçdu getdi quşlar, sən də getdin, bax yağdı yağışlar. Payız gəldi, uçdu getdi quşlar, sən də getdin, bax yağdı yağışlar. Payız gəldi, qərib oldu dəniz, bu dənizin gözü yaşlı sənsiz, bu dənizin gözü yaşlı sənsiz. Payız gəldi, uçdu getdi quşlar, sən də getdin, bax yağdı yağışlar. Payız gəldi, uçdu getdi quşlar, sən də getdin, bax yağdı yağışlar. Payız gəldi, qərib oldu dəniz, bu dənizin gözü yaşlı sənsiz, bu dənizin gözü yaşlı sənsiz. Payız gəldi, uçdu getdi quşlar,
Sen de gittin, bak yağdı yağışlar. Payız geldi, uçtu gitti kuşlar. Sen de gittin, bak yağdı yağışlar. Payız geldi, garip oldu deniz. Bu denizin gözü yaşlı sensiz. 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 Mais Ağayev, yeraltı dayanacaqlar niyə boş qalıbdı? Mən əslində bu cür düşünmürəm ki, yeraltı dayanacaqlar boş qalıb. İstər Bakı Nəqliyyat Agentliyinin balansında olan Azadlıq meydanı qarşısındakı yeraltı avtomobil dayanacağı olsun, istər Füzuli və Mirzə Ağayev küçələrinin arasında olan yeraltı avtomobil dayanacağı olsun, onların heç biri boş deyil. Hamısında nəqliyyat vasitələri, həm orada ərazidə yaşayan vətəndaşlarımızın avtomobilləri, eyni zamanda həmin istiqamətdə müəyyən bir işi olub gələn vətəndaşlarımızın avtomobilləri, yəni avtomobillər orada kifayət qədər var. Xatırladaq ki, hazırda Bakıda quraşdırılan parkomatların sayı yüzlərlədir. Yeraltı dayanacaqlarda digər özəl avtomobil dayanacaqların da qiymətləri orta statistik sürücünün cibinə, ölkədəki orta aylıq əmək haqqına nə dərəcədə uyğun gəlir? İlk dəfə Bakı Nəqliyyat Agentliyi tərəfindən Nazirlər Kabinetində bununla bağlı təkliflər verilib və qiymətlər də hazırlanarkən bir sıra vacib olan meyarlar var, onlar nəzərə alınıb. Eyni zamanda xarici təcrübədə öyrənilərək bu qiymətlərlə bağlı təkliflər hazırlanıb. Qiymətlər həmin ərazidə, yəni ki, parklanmanı təşkil edən ərazidəki tələbata uyğun olaraq müəyyənləşdirilir. O ki qaldı, yeraltı parklanma yerləri hansı ki, Bakı Nəqliyyat Agentliyinin balansındadır. Həmin yerlərdəki parklanma qiyməti də düşünürəm ki, yəni elə bir yüksək məbləğdən söhbət getmir. Məsəl üçün, Mirzə Ağayev küçəsində bir aylıq abunə qiymətləri... Amma etiraf eləyək ki, məbləğ yüksəkdir. Yüksək olduğundan da... Məsələyə bu cür yanaşmanın özü doğru deyil. Əgər bu günləri biz avtomobildən istifadə ediriksə və avtomobillə gedib gəlmək istəyiriksə, demək biz biraz rahatlıq istəyirik, komfort istəyirik. Komfort istəyən də hər zaman müəyyən bir məbləğ xərcləməlidir. Bizim əsas parklanma qiymətləri müəyyənləşdirilərkən də, ümumiyyətlə parklanma yerləri idarə olunarkən də əsas o meyar götürülür ki, şəhərimiz ümumiyyətlə piyadalar üçün, ictimai nəqliyyat istifadəçiləri üçün əlverişli olmalıdır və qiymətlər müəyyənləşdirilən zaman da bu meyarlar əsas götürülür. Hörmətli Çingiz Qənizadə, məlum məsələdir ki, bugün dayanacaqlar icarəyə götürüldüyündən qiymətləri sahibkarlar özləri müəyyən edirlər. Dayanacaqları icarəyə vermək nə qədər doğrudur? Mən Bakı Nəqliyyat Agentliyinin balansında, tabiçiliyində olan deməli, yeraltı dayanacaqlarla bağlı verilişdən əvvəl sual verdim və araşdırma apardım. Mən 8 saatlıq vaxt üçün, yəni məni maraqlandıran bu idi, 3 manatın olduğu bildirildi. Və mən Milli Məclisin plenar iclasında da ötən illərdən məsələni qaldırmışam. Onda qiymətlər daha çox idi. Ola bilər ki, son vaxtlar 3 manata indirilib. Amma digər özəl, şəxsi və yaxud da ki, icarəyə götürülmüş yerlər var. Oralarda da qiymət, yəni Bakı Nəqliyyat Agentliyindən fərqli olaraq daha yüksəkdir. Mən elə hesab edirəm ki, bu məsələlərə yanaşma tamamilə fərqli olmalıdır. Əvvəla Bakı şəhəri vaxtı ilə tikilən zaman çox küçələri ensiz bir formada tikilib və faytonlar üçün nəzərdə tutulub. Lakin müasir dövrdə yeni inşa edilən binalar, şəhərin özünün abadlaşdırılması, yeni yollar, yeni tikillər şəhəri olduqca dar bir vəziyyətə gətirib. Və belə olan bir məqamda biz, bayaq Mahis müəllim qeyd elədi ki, biz daha çox piyadaların gediş-gəlişi üçün məmnunluğun yaradılması məqsədilə bu parkomatların, maşınların dayanması üçün yerləri nəzərdə tutulur. Amma mən elə hesab edirəm ki, həm də avtomobil sahiblərinin də rahatlığı və məmnunluğu təmin olunmalıdır. Birincisi, bu cür yeraltı dayanacaqların icarəyə verilib və ikinci, üçüncü əldən istifadə olunması təbii ki, qiymət artımına gətirib çıxardılacaq. Və hətta Bakı Nəqliyyat Agentliyində indi mən araşdırdım, 8 saat üçün 3 manatlıq pul müəyyən olub, amma aylıq orada ödənişlər də var, o biraz daha ucuzdur. Amma 3 manatın özü də bahadır.
Yəni o ərazidə yaşayanları hələ bir qırağa qoyuram. Dövlət müəssisələrində, özəl müəssisələrində çalışan insanlar 400-500 manat əmək haqqı alır. Bəli. Ki, o Onun yarısını bəli, yarısını yox. Təxminən 3 manatdan olanda 24 iş günü hesablasaq biz hardasa 70-72 manat, 75 manat ancaq dayanacağa pul verməlidir. Və mən belə hesablayıram ki, bunu yəni Biz o zaman ictimai nəqliyyatdan istifadə etməlidir vətəndaş. Yəni ki, bilirsiniz, vətəndaş dövlət olaraq bizim öhdəliyimiz yoxdur ki, vətəndaşlar qarşısında mən dövlət qurumu sənin avtomobilin üçün yer hazırlayacağam, yer təşkil edəcəm. Bizim ictimai nəqliyyat istifadəçiləri qarşısında öhdəliyimiz var. Yəni sizin yanaşmanız çox üzrə ifadəmə görə, yəni bu yanaşma düzgün yanaşma deyil. Yəni şəhər infrastrukturu, bizim şəhərimizin yolları kifayət qədər genişdir. Heç də dar yollar deyil. Siz Bakı Nəqliyyat Agentliyinin mövqeyindən çıxış edirsiniz. Mən Azərbaycan Bakı sakinlərinin mövqeyindən çıxış edirəm. Belə biz də Bakı sakiniyik. Yaxşı, Bakı sakini maşınını gətirib saxlamaq üçün özü də bir dövlət qurumunda ya özəl qurumda işləyir. O maşını harda saxlamalıdır? İcarəyə götürən bir adamın gününü 4 manata, 5 manata verdiyi yeraltı dayanacaqlarda saxlayıb işə gedirsə, o əmək haqqısının 100 manatını ora verir. Söhbət sizdən getmir. Ümumiyyətlə Bakıda parklama ilə bağlı və dayanacaqlarla bağlı çox böyük ciddi narazılıqlar var. Bizə müraciətlər eləyirlər ki, necə ola bilər ki, mən maşınımı saxlayıb işə gedirəm və axşam da qaydanda 3 manat, 4 manat, bəzi yerlərdə 5 manat, daha çox idi, 8 manata qədər var. Hörmətli Kamran Əliyev, son zamanlar duracaqlarda inzibati xəta törətmiş sürücülərin sayı yetərlidir. İnzibati cərimə tənbih edilən şəxs dərhal və ya qərarın qanuna mindiyi gündən 5 iş günü müddətində icra edərsə 10% azad edilir. Bu qərara baxmayaraq bildiriş bir neçə aydan sonra çatdırılır. Bu haqda nə deyə bilərsiniz? Bir neçə aydan sonra çata bilməz. Çünki elektron qərar dediyiniz dərhal əgər şəxsin mobil telefonu bizim mərkəzi informasiya sistemində varsa, ona dərhal bu SMS məlumat gedir və bu məlumatdan çox zaman elədir də Kamran Əliyev. Bir dəqiqədə həmin şəxsə kağız daşıyıcıda bu elektron qərarın surəti göndərilir. Amma ola bilər ki, həmin şəxs o qeydiyyatda olduğu ünvanda yaşamasın və yaxud da digər bir başqa səbəbdən onun o ünvanı sökülmüş olsun. Bu halda əlbəttə ona bu sənədlər çatmır. Ona çatmayanda 10 gün ərzində bu sənədləri vermək mümkün olmayanda həmin nəqliyyat vasitəsinin saxlanılıb müvafiq sənədlərin təqdim edilməsi üçün qərar çıxarılır. Bu qərardan sonra nəqliyyat vasitəsi harda saxlanılsa, o sənədlərin surətləri verilir şəxsə və artıq həmin vaxtdan belə deyək də qərar qanuni qüvvəyə minmiş olur. Həmin şəxs də gedib cəriməsini ödəyə bilər. Və bundan əlavə də bilirsiniz ki, bugün kifayət qədər elektron informasiya internet resurslarında kifayət qədər imkanlar yaradılıb ki, hər bir şəxs özü haqqında məlumatları əldə edə bilsin. Amma elə şəxs var ki, o ya telefonunu vermir, ya elektron poçtunu göstərmir və yaxud da bir başqa nömrə verir. O halda o necə məlumatlandırıla bilər? Yəni, burada vətəndaşın özünün də bir məsuliyyəti olmalıdır. Yoxsa poçt vasitəsilə də gəlir də? Bəli, 2 ay, 3 ay yox, 1 il ərzində də gələ bilər. Və elektron qərar elədir ki, əgər protokol yazılıbsa şəxsin haqqında, lakin qərar çıxarılmışsa... Vətəndaşın ünvanı da var da, ünvanı da orada göstərilir. Poçt vasitəsilə gəlib çata bilər. Nə qədər insan öz qeydiyyat ünvanı üzrə yaşayır? Nə qədər insan rayonlarda qeydiyyatda, amma Bakıda yaşayır? Yəni, bu sənəd də hara getməlidir? Kim bilir ki, onun yaşadığı yer haradır? Yalnız qeydiyyat ünvanı var və qeydiyyat ünvanına da göndərilir. Yəni, burada vətəndaş hansı dövlət orqanı təqsirli çıxarda bilməz. Çünki o özü vaxtında hansı ünvana qeydiyyata düşüblər, müvəqqəti yaşayırsa, bu haqda məlumat verməlidir. Və o məlumatı əsasında da onun haqqında olan istənilən bir sənəd onun qeydiyyatda olduğu və yaxud da öz göstərdiyi, yaşadığı ünvana göndərilir. Qeyimə görə Quyen Dombutika təşəkkürümü bildirirəm. Nahaq yerə deməyiblər ki, geyim insanın daxilinin aynasıdır. Əziz xanımlar, bir-birindən dəbli, zövqlü paltarlara nail olmaq istəyirsinizsə, buyurun Quyen Dombutika. Ünvanı xatırlatmaq istərdim. Mehbalı Zeynalabdiyev küçəsi Dəmir Yol İdarəsinin arxasında. Buyurun, gəlin. Əminliklə deyirəm, çox razı qalacaqsınız. İnanınız, bir-birindən gözəl, zövqlü paltarlara oradan nail ola biləsiniz.
Bakıda dayanacaqlar müxtəlif qiymətədir. Ən bahalı, ən ucuz dayanacaqlar hansılardır? Küçə parklanmasına görə qiymətlər müəyyənləşməyib. Həmin bu günləri küçə parklanmasını idarə edən şəxslər, küçə parklanmasına görə vətəndaşlardan pul yığan şəxslər tam qanunsuz fəaliyyət göstərirlər. Onların yığdığı vəsait qanunsuzdur. Çünki bir xidmətin hələ ki qiyməti müəyyənləşməyib. Küçə parklanmasına görə qiymətlər Nazirlər Kabineti tərəfindən tənzimlənir və o qiymətlərin müəyyənləşdirilməsi ilə bağlı da Bakı Nəqliyyat Agenti tərəfindən hökumətə dediyim kimi təkliflər verilib. Həmin qiymətlər təsdiq olunan günə qədər küçə parklanması, harda ki Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əvvəlki dövrlərdə parklanma yerləri təşkil olunub və müvafiq nişanlanma aparılıb həmin ərazilərdə bizim vətəndaşlarımız tam pulsuz istifadə edə bilərlər. Lakin yenə də təəssüf ki, bu günləri həmin şəxslər, vətəndaşlardan pul yığılır. Və bunu da araşdırmaq bizim səlahiyyətə aid olan məsələ deyil. Biz bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarına yazılı da müraciət etmişik, kütləvi informasiya vasitələrindən də müraciət etmişik, sosial şəbəkələrdə bizə ünvanlanan suallar cavablarına biz müraciət etmişik. Yəni, siz qiymətin ucuz olacağını gözləməyin. Bu doğru yanaşma deyil. Niyə? Küçə parklanması, yeraltı dayanacaqlarda qiymətlər hər zaman, yəni bütün şəhərlərdə beləcədir. Qonşu Gürcüstana gedin, Tiflis şəhərində Bakı şəhərindən dəfələrlə yüksəkdir qiymətlər. Yəni bunun bir həlli yolu tapılmalıdır. Hörmətli millət vəkili, sürücünün orta aylıq əmək haqqı 300 manatdırsa, hər gün işə gedən adam üçün aylıq parkinq pulu az qalı 200 manat eləsin. Bəlkə də çox. Belə çıxır ki, qazandığı əmək haqqının yarısını dayanacaqlara xərcləyir. Məlum məsələdir ki, avtomobillərin yarıdan çoxu kreditlə alınıb. Zəhmətkeş kasıb qazandığı avtomobildən çörək pulunu evə aparsın və dayanacaqlara ödəsin. Buna münasibətiniz? Ümumiyyətlə, dayanacaqlarda qiymət məsələsi dövlət tərəfindən tənzimlənməlidir. Vahid qiymət sistemi olmalıdır və özəl icarəyə götürüb dayanacaqlardan istifadə eləmənin də qarşısı alınmalıdır. Ümumiyyətlə, bu problem belə hesab edirəm ki, artıq dövlətin problemidir. Çünki bayaq qeyd etdiyim kimi Bakı şəhəri olduqca sıx bir şəhərdir və ərazidə yaşayış yerləri, ticarət obyektləri, küçələrin özündarlığı təbii ki, avtomobillərin dayanması üçün çox böyük problem yaradır. Adi bir vətəndaş bir mağazadan 5 dəqiqəlik Bəli. Məcburdur ki, şəhərin müxtəlif, o ərazidə müxtəlif küçələrə girsin, maşını saxlamağa yer axtarsın. Və təbii ki, yer də yoxdur, çünki saxlamaq mümkün deyil və çox yerlərdə də sarı xəttlər çəkilib, dayanmaq qadağandır. Və belə olanda vətəndaş bir mağazaya girib, tutaq ki, hələ mən dayanmanı o saatlardan saxlamanı demirəm. Hansısa bir nəyisə alması üçün 10 dəqiqəlik mağazaya girmək, o məcbur 2 kilometr, 1 kilometr, kilometr yarım kənarda maşını saxlasın gəlsin. Bu, biraz başa düşülən deyil. Mən belə hesab edirəm ki, bu məsələyə yanaşma dövlət tərəfindən, Nazirlər Kabineti tərəfindən ayrıca bir yanaşma olmalıdır. Qiymətlər tənzimlənməlidir və eyni zamanda şəhərin müxtəlif yerlərində baxırsan ki, təxminən 500 metr, 300 metr ərazidə sarı xəttlər çəkilir, bəlkə də çox. Müəyyən yerlərdə maşınların dayanması üçün bir yer saxlamaq lazımdır ki, insanlar orada saxlasın, 5-3 dəqiqə işlərini görsün. Yəni müvəqqəti saxlamadan söhbət gedir. Və burada ayrı-ayrı qurumlar, yəni desək ki, bizdə qiymət ucuzdur, başqası desək ki, mən icarəyə götürmüşəm, ona görə bahadır, insanlar əziyyət çəkməməlidir və bunu tənzimləyən ortaq bir məxrəcə gəlmək lazımdır. Bunu elə hesab edirəm ki, yəni cəmiyyətdən gələn bir etiraz varsa, dövlət və Nazirlər Kabineti bunun üzərində düşünməlidir. Müəyyən bir qərar qəbul olunur. Mais Ağayev, bizdə tək durma qadağandır işarəsi demək olar ki, yoxdur. Hər yerdə dayanma durmadır. Ola bilsin ki, sürücü və ya maşında suzlayan bir körpə uşaq var və yaxud aptekdən təcili dərman almaq istəyən bir sürücü var. Nə etməlidir? Məlum məsələdir ki, suyunu da alacaq, dərmanını da. Belə çıxır ki, aldığı su və ya dərman astarından baha başa gələcək. Gəlin belə danışaq. Götürək Heydərli prospekti, Ağaneymətli küçəsinin kəsişmə. Həmin kəsişməni niyə nümunə göstərəm? Həmin yerdə həm su satılır, həm şirniyyat dükanı var, həm də aptek var. Niyə məhz oranı misal çəkdiniz? Oranı misal göstərəm sizə. Deyək ki, mən su istəyirəm, ciyərim yanır, su istəyirəm. Saxladım orada, saxlamalıyım düz avtobus dayanacağının içində. Yaxşı, mən su içəcəm, mən dərman alacağam, mən tort alacağam hansısa bir ad gününə getmək üçün. Niyə avtobusda gələn adam
avtobusa yolun ortasına minib düşməlidir? Niyə bu sualı vermirsiniz yaxşı? Yox, o tam başqa, Yox, niyə tam başqa? Eyni şeydir. fərqlidir. Niyə Babək prospektində 500 nəfərlik zalı olan şadlıq evi tikirlər və yaxud da Mikail Əliyev küçəsində yan-bayan şadlıq evləri var, Çobanzadə küçəsində şadlıq evləri var. Amma onların birinin parkovka yeri yoxdur düzəməlli. Niyə orada kimsə toy eləyəcək, şadyanalıq eləyəcək, oradan keçən insanlar əziyyət çəkməlidirlər? Demək bu apteklərin, demək bu şirniyyat dükanlarının, bu restoranların yerləşməsində problem var. İkincisi, dayanma durmanı qadağan edən nişanlar bir il ərzində qoyulmuyor. Bunlar əvvəlki dövrlərdə düşünülmüş təhlillər nəticəsində qoyulub. Bakı Nəqliyyat Agentliyi tərəfindən qanunsuz parklanmaya Buna baxmayaraq da bugün sürücülər narazıdırlar. Bilirsiniz, sürücülər kimdən narazıdır? O sürücülər narazıdır ki, onlar dayanma durma qaydalarını dəfələrlə pozurlar. Baxmayaraq ki, nişan var. Gəlin gedək bu günləri çəkiliş qrupu ilə bir yerdə. Azadlıq prospekti şəhərimizin ən böyük prospektlərindən biridir. Gəlin orada bu günləri keçən sürücülərdən müsahibə götürək. Görün o sürücülər razıdır yoxsa narazıdır. Əvvəllər Azadlıq prospektindən biz getmirdik, yolumuzu dəyişirdik. Amma bu gün Azadlıq prospektindən rahat şəkildə gəlib dənizkənarı bulvara tərəf çıxmaq olur. Amma əvvəl bu mümkünsüz idi, çıxmaq olmurdu. Niyə? Qanunsuz parklama səbəbindən yollar tutulmuşdu. Eynilə Gənclik metro stansiyasının qarşısındakı dayanacaq məntəqəsi. Əvvəllər avtobuslar saxlayırdı yolun 2-ci, 3-cü cərgəsində. Ona görə ki, qanunsuz taksi fəaliyyətlə məşğul olanlar və yaxud da digər şəxsi nəqliyyat vasitələri saxlayırlar dayanacaq məntəqəsinin ərazisində. Və insanlarımız, onun yaşlısı, uşağı, qadını, kişisi hamısı əziyyət çəkirdi, dayanacaq məntəqəsindən avtobusa minib düşə bilmirdilər. Yolda kifayət qədər sıxlıq yaranırdı. Siz özünüz də yəqin oradan istifadə eləmisiniz. Əvvəllər yarım saat, 40 dəqiqə oradan keçmək mümkün olmurdsa, indi 5 dəqiqə vaxt sərf eləməklə həmin ərazidən keçmək mümkün olur. Baxır vaxta da, saatlandır. Pik saatda da mən söhbət edirəm sizə. Ümumiyyətlə, sıxlıq yaradan o parklama qaydalarını, dayanma durma qaydalarını pozan sürücülərdir. Amma mən düşünürəm ki, Yəni sürücü mədəniyyətimiz demək olar ki, sözünüzdən çıxır ki, aşağı səviyyədədir. Bəs nədən irəli gəlir? Qaydalara riayət etməkdən gedir. Məsələ burasındadır ki, məsələn, o məsələyə baxmaq olar ki, pik saatlarında ola bilər elə küçələr var ki, harada ki, dayanma durmanın qadağan olunması. Orada müəyyən müddət vaxt təyin eləmək olar ki, deyək ki, səhər və axşam bu pik saatlarında. Bəli. O elə yerlərə qoymaq olar ki, məhz həmin vaxtlarda saxlamasınlar. Digər vaxtlarda nəqliyyatın hərəkət intensivliyi aşağı olan vaxtda orada ola bilər siz deyən kimi aptekdə su almaq üçün kimsə birinci cərgədə səkkə paralel saxlaya bilər. Amma nəyə görəsə bizdə həmişə hamı çalışır ki, o qadağan olunmuş yerdəki, yaxınlıqdakı aptekə getsin. Bəyəm elə bütün apteklərin qabağında nişan var, dayanmalığa qadağan eləyən. Hər kəs başqa yerdə gedir. Amma kimisə cərimə eləyirlər, o saat aptek yadına düşür ki, mən aptekə dərman üçün düşmüşdüm. Kamran müəllim, Avropada indi olmuşuz da dəfələrdən. Deməli, o dayanma durma ilə bağlı nişanların demək olar ki, böyük əksəriyyətində siz deyən məqamlar göstərilir. Hansı saatdan hansı saat. Amma təəssüf ki, Bakıda deyil. Mən məsəl üçün bizə olan şikayətlərin birini deyim. Vətəndaş deyir ki, axşam işdə gəlmişəm 8-dən sonra, evimin yanında küçədə saxlamışam maşınımı və gecə də gəlib cərimə yazıb gedib. Yəni bu nə qədər doğrudur. Başa düşmək lazımdır. Gecə ümumiyyətlə cərimə yazılmır. Çünki deməli, yox, Bakı Nəqliyyat Agentliyindən əvvəl idi. Yəni o sizdən əvvəl Dövlət Yol Polisi əməkdaşı bir neçənin söhbətidir. Çünki vətəndaşların tutaq ki, yaşadığı binanın altında dayanacaq yoxdursa, o maşınlarda saxlamalı. Gəlib 2 kilometr kənarda saxlaya bilməz. Səhər uşağını məktəbə aparır, səhər işə tələsir. Ona görə düz deyirsiniz və mən elə hesab edirəm ki, əgər baxacaqlarsa müvafiq qurumlar, o dayanma durmanın üzərində saatlar göstərilməlidir, mütləq göstərilməlidir. İnsanlara biraz güzəş verməlidir ki, hansı saatlarda sən bunu saxlaya bilərsən. Ümumiyyətlə, Zeyis müəllim, mən Avropada bir məsələni də gördüyümü istəyirəm diqqətə çatdırım. Məsələn, Almaniyanın özündə yol kənarında olan duracaqlar daha yüksək qiymətə idi. Nəinki yeraltı duracaqlar. Yəni, təsəvvür edin, əgər kimsə hansısa bir dükana getmək istəyir, nəsə almaq istəyir, orada 20 dəqiqəyə görə bir 3 avro məbləğində pul ödəniş eləməli idisə, ondan təxminən bir 200-300 metr kənarda yeraltı parklama yerinə daxil olanda o cəmi 1 evro ödəyirdi. Yəni, təxminən onun 1/3 qədər. Yəni, yol kənarında olan parklama yerləri, ödənişli parklama yerləri əslində çox yüksək məbləğdə olmalıdır ki, orada çox saxlayan olmasın. Biz insanları düşünək, heç bir qurumu düşünmək lazımdır. Bəs biz də insana düşünməliyik də, Ay Çingiz müəllim, biz bir kimi düşünürük.
Sizcə mərkəzdə artıq maşını saxlamaq mümkün olmayacaq. Çünki o Bəli. mərkəzi küçələrdə barjurları elə qaldırıblar ki, Bəli. orada maşını saxlamaq bu artıq yolun hərəkətində saxlayıb hərəkəti məhdudlaşdırmaqdır. İndi o yaxın ərazilərdə hansısa formada yəqin ki, bir əlavə dayanacaqlar olmalıdır və yaxud da hansısa bir tikili yenidən bir neçə mərtəbəli İkinci, üzr istəyirəm sözünü kəsdim. İkinci dərəcə, bəlkə də üçüncü dərəcəli yollarda da sarı xəttlər çəkilir. İnsanları qıdıqlandıran budur. Tutaq ki, birinci dərəcəli yoldur, düşür Nizami metrosunun qarşısına. Mən başa düşürəm. Saxlamaq lazımdır. Amma sağa sola ki yollar var, hamısında sarı xəttlər çəkilib. İnsanlar maşını saxlaya Biz bilmir. də onu deyirik də, biz də deyirik ki, problemdir, onu çəkmək olmazdı. Bəs biz də ona yığışmışıq ki, çəkmək olmaz. Vaxtında Gəlir, çəkilib. kim çəkir, Yox, hansı məqsədə o sarı çəkir? xəttləri kim çəkir? Bu gün əsas Bakı Nəqliyyat Agentliyi çəkir. Yox, o bizə qədər çəkilib. Biz şükür Allaha. çəkmirik. Yox, sizə qədər Nəqliyyat Sizə qədər Orada çəkilibdir. sizin yəqin təhlillə məşğul olan Bəli. bir sözbəniz var. Təhlil edin ki, yaxşı, bu küçədə insanlar maşını saxlamasın, düz deyirsiniz, olmaz. Amma sağında, solunda insanlara yer verin. Sizcə qanunvericiliyə əsasən, mövcud qanunvericiliyə əsasən o sarı xəttlər əgər dayanmanı qadağan edən nişan yoxdursa, onlar qüvvədə deyil. Yalnız nişan olduğu halda onlar qüvvədədir. Yəni sarı xətt, təkcə sarı xəttin tələbini pozmağına görə heç kəs məsuliyyətə cəlb oluna bilməz. Və heç kəs onu belə deyək də ağla hansısa yanlış formada düşünməsin ki, bura sarı xətt çəkilib, mən burada dayana bilmərəm. O halda dayana bilməz ki, orada 3.27 yol nişanı var. Və yaxud da Kamran bəy, 3.28 vətəndaş saxladı, getdi, sarı xəttə görünür. Gəlir şəklini çəkir, gedir. İndi o, onu sübut etmək üçün təzədən həmən qurumun nümayəndəsini gətirməlidir ki, burada o, nə deyir, dayanma, durma nişanı qadağa eləyən nişan var, yoxdur. Anlaşılmamazlıq var. İnsanlar Şimdi bir onu sübut mənalı, eləməyə ehtiyac yoxdur, bir şəkil vardı mənalı, orada. bir mənalı insanlar belə hesab edir ki, sarı xətt varsa dayanmaq olmaz. Və bugün biz, mən də tərəfdarıyam, mən də istəyirəm ki, rahat insanlar geçsin, gəlsin. Elə mən özüm də maşın sürərkən tıxaçda qalıram və bunu yaradan taksi sürücüləridir, avtobus sürücüləridir və s. Çox böyük işlər gedir, biraz tənzimlənir. Amma bir şeylə nəzərə alın ki, insanlar da ola bilsin ki, maşını 3 dəqiqəlik, 5 dəqiqəlik, 10 dəqiqəlik saxlamaq istəyir. Yolda icazə vermişsiniz, sağda verin, solda verin. Bir 50 metr qabaqda, sağda, solda verin. Bəli, bəli. Bizdən birincisi, kamera olan yerlərdə, hara ki kamera nəzarəti var, qanunsuz baxma var, orada 5 dəqiqə rahat saxlaya bilirlər. Həmişə bəhanə gətirirlər, siz də sual verirsiniz ki, bəlkə bu aptekdən dərman alır. 5 dəqiqəyə maşında kör bağırsaq əməliyyatı həyata keçirmək olar belə baxanda. 5 dəqiqə televiziya işçisiz, hamınız bilirsiniz ki, 5 dəqiqə böyük zaman müddətidir. 5 dəqiqə vaxt verirlər, dərmanını alsın, suyunu alsın, otursun, çıxsın, geçsin. Onu bilmək olmaz 5 dəqiqə. Mən istəyirəm ki, 5 dəqiqə vaxt verilir. Vətəndaş da bilmir axı. Niyə bilmir ki? Hüseyin Bakılı, siz də sürücüsüz, düzdür? Nədən narazılığınız var? Əslində bayaqdan danışanlara hamısına qulaq asıram. Özümdə analiz edirəm, yəni razılaşdığım da var, razılaşmadıqlarım da var. Nə bilim, onlar deyilənlər hamısı düzdür. Məsəl üçün, sarı xətt söhbəti gedir. Özümdə fikirləşim, istəyirəm, sual verim, deyirəm, kiminsə sözünü keçərəm birdən. Yəni ki, belə bir sarı xətt mübariz mən deyir ki, bizim vaxtımızda çəkilməyib, əvvəldən çəkilir. Onu pozan bir şey yoxdur, yəni. Yəni, onu pozmaq olmur. Yox, onu pozmaq deyəndə onun üstündən yenidən ağ xətt çəkilə bilər. Onu pozmaq olsa əksinə dair saxlamaq qətiyyən. Onu bir gündə çəkmək olar, həll eləmək olar. Tək istək olsun. İstək olsun. Çingiz bəy, pərdələrə bayaq toxundunuz. Pərdələr haqda. Pərdələrlə bağlı çox böyük deməli, insanlar arasında müzakirələr gedir və bizə də müraciətlər olunur. Mən bunu telekanallarda da qaldırmışam, plenar iclasda da qaldırmışam və yəqin ki, yaxın günlərdə nəzərdə tutulan iclasda bir daha qaldıracağam. Çünki noyabrın 15-dən artıq arxa yan şüşələrə pərdələrin vurulması qanunla qadağan olunur. Vaxtilə deməli, standartlaşma, metrologiya və patent komitəsi tərəfindən qərar qəbul olunub və avtomobilin arxa yan şüşələrinə pərdə və plyonkaların vurulması ilə bağlı qərar qəbul olundu. Sonra Milli Məclisə tövsiyə olundu və Milli Məclisdə İnzibati Xətalar Məcəlləsində 342-dir də deyəsən, .2.4 və 150 manat cərimə nəzərdə tutulduğuna. Mən bir şeyi başa düşə bilmirəm. Niyə noyabr ayının 15-dən mayın 1-nə qədər pərdə vurmaq olmaz? Sonra olar. Amma mayın 1-dən noyabrın 15-nə qədər. Nədən anlamı? Əgər bu hava şəraiti ilə bağlıdırsa, aprel ayında da bəzən elə istilər olur ki, biz iyul ayında istini görə bilmədik.
Və biz turizmin inkişafını istəyiriksə, biz gələn turistə necə deyə bilərik ki, o rayona gedərkən üzərinə gün düşürsə, pərdəni sən qaldırma, bu gün aprelin 28-dir. 3 gündən sonra bunu qaldırarsan. Avropa İqtisadi Komissiyasının 43 aylı qərarı var və biz bu qərara qoşulmasaq da onu bəyənmişik. Amma qoşulmaq üçün Nazirlər Kabinetinin bir qərarı olmalıdır və biz onu dəstəkləyən qərar olduqdan sonra avtomatik ona münasibət bildirilməlidir. Biz başa düşülən deyil. Bugün Kamran müəllim də dedi, ölkədə tutaq ki 1.400.000 nəqliyyat vasitəsi varsa, bunun 400.000-ni biz götürək ictimai nəqliyyat və s. Yerdə qalan 1.800.000 avtonəqliyyatın da əgər hardasa 30%, 40% bu plyonkaları vurubsa, bu 300.000, 400.000 maşın deməkdir. Və bunu vurmaq üçün gedirlər bir 50 manat verirlər, bəziləri 30 manat, bəziləri 100 manat, o plyonkanın da nə bilim keyfiyyəti nasıl vurdururlar, 6 aydan sonra bunu sökürürlər. Ya da sökməyəndə 150 manat cərimə olurlar. Bu nəyə lazımdır? Belə bir argument vardır ki, təhlükəsizliklə bağlıdır, amma bu belə deyil. Təhlükəsizliklə bağlı olsa yük maşınları var, qazellər var, arxaları hamısı dəmirdir və heç şüşəsi də yoxdur, sürücü sürür. Əgər qabaq yan şüşələr görüntü verirsə və o Avropa Komissiyasının da qərarında arxa yan şüşələri sürücünün öhdəsinə buraxıblarsa, biz də buna əməl etməliyik. Biz Avropaya inteqrasiya edirik, biz Avropa qərarlarını, qanunlarımızın çoxunu Avropa Şurasının tələbi ilə yəni dəyişdik. 2000-ci ildən artıq yeni qərarlardan, yeni qaydalardan işləyirik. Məgər təhlükə məsələsini Alman, ya maşın istehsal, ya İtalyan, Fransız başa düşmür. Elə olsa elə maşınları pərdəsiz buraxarlar. Ona görə mən elə hesab edirəm ki, noyabrın indi 14-nə çatdırılacaq, çatdırılmayacaq bilmirəm. 100 minlərlə adamı bugün narahat edən bir məsələ var. Arxa yan şüşədə plyonkanın olmamasının nə təhlükəsilə, nə digər qaydalara heç bir təsiri yoxdur. Mən elə hesab edirəm ki, bu dəyişdirilməlidir. Düzdür, deyə bilərsiniz ki, Milli Məclisin bunu İnzibati Xətalar Məcəlləsindən dəyişdirsin və biz də, yəni siz niyə eləmirsiniz? Amma bundan ötürü müəyyən biz qanun qəbulu zamanı qurumlara məktub yazırıq, onlardan müəyyən belə deyək, onlardan da rəy alırıq. Amma verilən rəylər bugün bizi qane eləmir. Mən elə hesab edirəm ki, bu pərdə məsələlərinə bir dəfəlik son qoyulmalı. İnzibati Xətalar Məcəlləsində onu yəqin ki, dəyişməyə ehtiyac olmayacaq. Çünki orada qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsindən gedir. Amma orada göstərilmir ki, hansı şüşələrə. Bilirsiniz ki, sürücünün görünüş dairəsini məhdudlaşdıran şüşələrə də örtüklər çəkirlər bugün. Yəni, o bir cərimə sanksiyası kimi mütləq qalmalıdır. Sadəcə qanunvericilikdə dəqiq öz əksini tapmalıdır ki, söhbət hansı şüşələrdən gedir. Yəni, belə deyək də, standartlarda konkret olaraq arxa şüşə, bizim də qanunvericiliyə əsasən, hər iki tərəfdə arxanı göstərən güzgülər varsa, o normallaşmır. Amma arxa küləyə qarşı olmayan şüşələrdən gedirdi söhbət, hansı ki, siz qeyd etdiyiniz kimi standartlaşdırma ilə bağlı deməli, mövzu standartlarda belə bir 2013-cü ildən səhv eləmirəmsə, demək, qərar qəbul edildi ki, orada sənaye üsulu ilə hazırlanan jalüzlərdən ilin müəyyən mövsümündə, yəni yay mövsümündə, mayın 1-dən noyabrın 15-nə qədər o jalüzlərdən istifadə olunsun. İndi sözsüz ki, o daha çox yol hərəkəti haqqında qanuna bir sayılı əlavədə o öz əksini tapsa, daha yaxşı olar. Əlbəttə ki, insanlar da bundan əziyyət çəkməzlər və heç kəsə əlavə bir 150 manat məbləğində cərimə yazılmaz. Orada kustar üsulla deyəsən istehsal olunanlardan söhbət gedir, sənaye üsuluna üstünlük verilir. Onda bugün o plyonkalar vururlar, o da sənaye üsulundandır. Yəni onu vətəndaş gedib özü sexdə düzəltmir ki, o da hardasa istehsal olunur. Belə götürəndə o əgər işıq buraxma qabiliyyətinin aşağı salınması, istər plyonka, istər jalüz, bu eyni şeydir. Yəni fərqi yoxdur. Söhbət burada görüntünün məhdudlaşdırılmasından var da 25%, 30% olsun. Bugün Çingiz müəllim, sürücülərin çoxu ondan istifadə edərək görürsünüz qabaq qapılara hansı faizlərdə plyonka vururlar, hansı ki öz görüntüsünü məhdudlaşdırır. Bu artıq bilavasitə təhlükəsizlik. Qabaq qapılara, yəni sağ-sol qapılara və ön şüşələrə hansısa bir, hətta azacıq da olsa məhdudlaşdırılan hansısa bir plyonka və pərdə vurularsa, bir mənalı cəzalanmalıdır. Bu təhlükədir. Bu artıq qanunda öz əksini tapır. Bu bir mənalı və bunu alqışlayırıq və buna qarşı hamımız mübarizə aparmalıyıq. Buna bir ictimai nəzarət də olmalıdır. Mən məsəl üçün yol hərəkət qaydalarını pozan maşın görəndə Bakı şəhər Dövlət Yol Polisinin telefonuna zəng edirəm və bildirirəm ki, mənəm filan ərazidə filan maşın bu hərəkət edir. Amma bax elə sizə də sual versəm, mən onun dəqiq cavabını ala bilməyəcəm.
arxa şüşələrə vurulan plyonkanın Kimə maliyyətçiliyi sürücünün, var? Deməli, o təhlükəliliyinə nə aidiyyət ola bilər? Heç bir aidiyyət. Ümumiyyətlə, sürücü nəqliyyat vasitəsini idarə edəndə avtomobilin arxa qapılarının şüşələrindən istifadə etmir. Çox sağ olun. Yəni bu sağ, sol güzgülər var. Güzgülər vasitəsilə, yəni bu heç sürücülərə o şüşələrdən istifadə etmək tövsiyə də olunmur. Çünki 90 dərəcə deməli əhatəsində sürücüyə kifayət edir ki, sağı da görə bilsin, solu da görə bilsin, arxanı da görə bilsin. Ona görə də indi biz deyə bilmərik, siz daha doğrusu siz deyən kimi ki, yayda bu idarə eləyə bildi, amma qışda idarə eləyə bilmədi. Düzdür, bu belə deyək ki, bilavasitə hərəkətin təhlükəsizliyinə təsir edən amillərdən hesab olunmur. Kamranla, bax biz rayonlarda indi insanlarla işləyirik, seçicilərdən gedirik, görüşürük və hamımız da belə deyək də bir daxilən belə bir özümüzün qarşımıza bir məqsəd qoyuruq ki, çalışaq ki, şikayətlərin sayı az olsun. İnsanlara, Cənab Prezidentin də mövqeyi budur, insanlara diqqətli, qayğılı olmaq lazımdır, insanları məmnun edən addımlar atılmalıdır. Ola bilər 10 il, 15 il bundan öncə o plyonkaların qoyulması, qadağan olması lazım idi. Çünki terror təhlükəsi ola bilərdi, ölkədə müəyyən sabitliyi pozmaq istəyən qüvvələr vardı. Amma şükür indi əmin-amanlıqdır, stabil ölkələrdən biri və birincisiyik. Və belə olan bir məqamda biz niyə aprelin 28-də plyonkanı qoya bilməyək, amma 3 gün sonra mayın 1-də plyonka bu izah ediləsi deyil. Amma qanunverici orqan sizsiniz də biz icra eləyənik. Amma mən bir şey deyim ki, amma ayın 15-dən sonra minlərlə adam cərimələnəcək. Özü haqlı. Cərimə ilə bağlıdır da bu plyonkalarda. Cərimədir. Bəli. Onun hamısı gəlirdi. Tənzimləyin, bəli. Biz də deyirik ki, o daha tez qanunvericiliyə öz əksini tapsa, yəni artıq kimsə cərimə eləməyə ehtiyac da olmayacaq. Əziz qonaqlar, hər birinizə öz təşəkkürümü bildirirəm. Təəssüf ki, biz ayrılan vaxt yekunlaşmaqdadır. Verilişimizin sonunda sözü verək musiqiyə. Buyurun. Mən sonunda istərdim ki, bu yönə söhbətlər getdi Bakıda olan vəziyyətlərlə. Tofiq Quliyevin Bakı haqqında olan bir mahnısını ifa edeyim, təqdim edeyim sizə. Buyurun, böyük məmnuniyyətlə. Son illər Daxili İşlər Nazirliyində, polis orqanlarında böyük islahatlar həyata keçirilir. Bu islahatlar Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun bir hissəsidir. Biz müstəqilliyimizi əldə edən kimi bəyan etmişik ki, yolumuz müstəqil, demokratik, hüquqi, dünyəvi dövlət qurmaqdır. İctimai nəqliyyat istifadəçilərinin rahatlığı bizim üçün çox önəmlidir. Bununla da bizə ayrılan vaxt sona çatdı. Sağ olun, gələn görüşlərədək. Sən ana Xəzərimin sahilində, şən Bakı şöhrəti var el dilində. Sən ana Xəzərimin sahilində, şən Bakı şöhrəti var el dilində. Səhərlərin aydın təmiz, bir döyünür ürəyimiz. Sən şəhərlər gözəlisən Bakı, ey cavan Bakı, mehriban Bakı.
cavan